Handbol oyunu. Ümumiyyətlə, handbol oyunu nədir? Hand əl deməkdir, bol top deməkdir. Bu handbol oyununa aid bir neçə fraqment sizə göndərmişəm qrupa bu videoları. Videolara da baxarsınız. İndi məndə internet zəifdir, aça bilmirəm. Videolarda baxıb və dərk etməlisiniz ki, bu handbol oyunu necə oynanır. Əl topudur, əllə oynanılan bir idman növüdür. Handbol oyunu yaranma tarixi başlayır 1800 deməli 1898-ci ildə handbol oyununun yaranma tarixi başlayır. Və bunun yaradıcısı Holger Nielsen olur. Danimarkada yaradılıb və bu oyunu əvvəl oynayıblar 11-in 11-ə və 7-in 7-yə. 11-in 11-ə oynayanda böyük bir meydança idi, futbol meydansız boyutda bir meydança idi. Və orada da oynayırdılar. 7-in 7-yə və 11-in 11-ə. 1928-ci ildə beynəlxalq həvəskar handbol federasiyası yaradıldı. Handbol federasiyası həvəskar yaradıldı. 1936-cı ildə Olimpiya proqramına daxil olundu. Olimpiya proqramında 11-in 11-ə oldu. 1938-ci ildə dünya çempionatı keçirildi 7-in 7-yə və 11-in 11-ə ilk dəfə Berlində, Almaniyada. 1946-cı ildə Beynəlxalq Handbol Federasiyası yaradıldı. Bunun da abreviatura kimi belə gedir ki, IHF yaradıldı. Beynəlxalq Handbol Federasiyasının yaranma tarixi başlayır 1946-cı ildə. Başlanıb bu yaranma tarixi 46-da. 1966-cı ildə 11-in 11-ə xitam verdilər və başladılar ancaq 7-in 7-yə oynamağa. 7-in 7-yə. 1972-ci ildə 7-in 7-yə kişilərin komandası Olimpiya proqramına daxil olundu. Bu Münxendə keçirilən olimpiyada idi, daxil olundu kişilərin komandası. 1976-cı ildə qadınlar arası Olimpiya proqramına daxil olundu və SSR komandası burada qalib gəldi. Və SSR komandası qalib gəldi. Bizim idmançımız var idi. İki idmançımız xanım idmançılar idi. Rəfiqə Şabanova, Lyudmila Şubina idi. İki idmançımız. 1980-ci ildə keçirilən olimpiyadada, bu olimpiyada keçirilib Moskvada və yenə SSR komandası qalib gəlir. SSR komandası qalib gəlir və Larisa Savkina qızıl medal qazanıb burada 1980-ci ildə Moskvada keçirilən olimpiyadada. Azərbaycanda yaranma tarixi belə deyək də 1955-ci ildə bunun başlanılıb yaranmağa, amma inkişafı başlayır 1957-ci ildə. 1957-ci ildə Sarokin adında bir şəxs qadınlardan ibarət bir klub yaradır və yaranma tarixi də 1957-ci ildən başlanılır. Amma 1955-ci ildə inkişaf 57-də, amma yaranma 1955-ci ildən başlanılır. 1992-ci ildə Azərbaycan Handbol Federasiyası təsis edilib, yaradılıb və beynəlxalqın üzvü olub həmin il 1992-ci ildə. Azərbaycan Handbol Federasiyasının prezidenti kimdir? Salih Məmmədovdur. Bunu yadda saxlayın. İndi ölçülərə keçək. Bu handbol meydançasıdır. Handbol meydançasının uzunluğu 40 metrədir. Eni 20 metrədir. İki qapı var. Qapının ölçüsü 3 metrənin 2 metrəyədir. 3-ün 2-yə. Və meydança iki hissəyə ayrılır və mərkəzdə belə bir dairə var. Əvvəl bu dairə yox idi. İndi bu yeni dairə var və oyun da başlanılır bu yeni dairədən. Bunun da diametri 4 metrədir.
4 metrə. Qapçı meydançası. Bura qapçı meydançası. Qapçı meydançasının radiusu 6 metrədir. 6 metrə. Sərbəst zərbə üçün belə bir yarım boks var. Bunun da radiusu 9 metrədir. 9 metrə. 9 metrədir. Əvəz etmə zonası var. Baxın, əvəz etmə zonası burada və burada. Buradan bura 4 metrə yarımdır. Təhdiki zona var. Hakimlər oturur. Sonra isə skamyalar olur, ehtiyat skamyalar. Onların da arxasında elə bir ki, məşqçi olur, şəxs sonra olur orada məşqçi köməkçisi, masajist, bir də həkim. Xətlər. Xətlərin ölçüləri yandan 5 santıdır. Qapı xəttinin ölçüsü eni 8 santıdır. 8 santı. Oyun oynanılır 2 time 30 dəqiqə. Hissələr arası fasilə 10 dəqiqə olur. 10 dəqiqə. Əgər əsas hissədə, oyunun əsas hissəsində oyun hissə bitsə, o zaman əlavə hissə oynanılır. Birinci əlavə hissə 2 dəfə 5 dəqiqə, 5 dəqiqə oynanılır. Fasilə verilir 5 dəqiqə, sonra 5 dəqiqə, 5 dəqiqə oynanılır. Bunların arasında fasilə 1 dəqiqə. Yenə bu əlavə hissənin birinci hissəsində heç hissə oyun bitsə, ikinci time oynanılır. Yenə 5 dəqiqə fasilə verilir. 2 dəfə 5 dəqiqə, 5 dəqiqə oynanılır. Və yenə burada heç hissə olsa, o zaman 7 metrəlik zərmə zərbəsi təyin edilir. 7 metrəlik penalti zərbəsi seriyası. Və bu 7 metrəndə 5 oyunçu 7 metrə penaltisini atır. Zərmə penaltisini atır. Zərbəsi. Oyun başlayanda birinci püşqatma olur. Püşqatma olur və seçilir. Qapı yoxsa top. Tutalım ki, A komandası və B komandası oynayır. A komandası seçir, topu deyək. B komandası o zaman qapını seçir. Oyun başlayanda bir komanda heyətində ümumiyyətlə, yadda saxlayın, 14, maksimum 16 ola bilər. 16 ola bilər maksimum. Əsas heyət. Əsas heyət 5 nəfər də ola bilər. Qapıçı ilə bir yerdə, qapıçısız 7 nəfər olmalıdır. Əsas heyət. Və qalanı da ehtiyat heyətdir. Ehtiyat oyunçulardır. Ehtiyat oyunçularında əvəz etmə dediyim kimi, baxın bu zonada olur. Əvəz etmə nə qədər istəsən əvəz edə bilərsən. Hakimin icazəsi olmadan oyuncu çıxmalıdır, digər oyuncu daxil olmalıdır bu zonada. 4 metrə yarımlıq zonada girib çıxmalıdır, əvəz edilməli. Oyun başlayanda hər oyuncular, hər biri öz sahəsində olmalıdır, öz meydançasında olmalıdır. Tutalım ki, A komandası, A burada, A burada, A burada, B komandası, B, bir qapçı olur, tutalım ki, və rəqib komandanın oyuncuları 3 metrə arada məsafə saxlamalıdır topdan. 3 metrə. Oyun başlayanda hakim fit verir və 3 saniyədən artıq topu əldə saxlamaq olmaz. 3 saniyə müddətində oyun başlamalısan. Oyun başlayanda hansı istiqamətə istəyirsən top ata bilərsən. Oyun başlayanda. Öz qapına da qol vura bilərsən və yaxud da rəqibin qapısına vura bilərsən qol. Mümkündür. Qol oldu. Oyunu başlayırsan mərkəzdən. Qol oldu, gəlsən bu mərkəzdən başlayırsan, qol olanda. Qapçı var. Baxın, qapçıdır. Qapçı. Qapçı. Baxın, qapçıdır. Həndbol oyunudur, bəli. Qapçıya nə icazə verilmir? Qapçıya tutalım ki, bax top.
top demişkən, top 3 kateqoriya olur. Qadın üçün, kişi üçün və uşaqlar üçün. Kişi üçün topun çəkisi 470 425 475 qramdır. Oğlanlar üçün, kişilər üçün 325 475 qramdır və uşaqlar üçün 290 330 qramdır. Çevrəsi burada 58 60 kişilərdədir. Qadınlarda isə bu qadınlardır 54 56 santimetrdir və uşaqlarda 50 52 santimetrdir çevrəsi. Deməli, bu kişilərə aiddir, kişilərin topudur, qadınların topudur və uşaqların topudur. Əlavə 2 top da gətirilir oyuna. Masada 2 top olur. Hakim masasında əlavə 2 top olur. 2 top. Hakimə nə icazə qapçıya nə icazə verilir, nə icazə verilmir. Qapçı bütün bədən hissəsi ilə topu qaytıra bilər. Amma oyunçulara hansı bədən hissəsinin icazə verilmir? Dizdən aşağı topa toxunmaq olmaz. Dizdən aşağı. Ayaqla toxunmaq olmaz topa. Oyunçulara icazə verilmir. Amma qapçı ayağını topu qaytıra bilər. Deyək, baxın, burada topdur. Bu topdur. Top deyilənə gəlir. Bu sahədə. Bu sahə deyilənə gəlir. Qapçı isə öz sahəsindədir. Qapçı meydançasındadır. Qapçıya icazə verilmir ki, bu qapçı bu topu götürsün əlinə, çıxıb əlinə götürsün və yaxud da ayağı ilə toxunsun topa, toxunsuz. Yatı saxlayın ki, top meydandadırsa, deyilənirsə top meydanda və qapçı da öz sahəsindədir. Bu topa toxuna bilməz, götürə bilməz, ayaqla toxuna bilməz. Çünki icazı yoxdur. Amma nə icazə verilir qapçıya? Qapçıya icazə verilir öz sahəsində deyilənən topa, bax, tutalım ki, top öz sahəsində burada deyilənir. Deyilənən top. Onda bu qapçı bu topu götürə bilər. Sonra qapçı bütün bədən hissəsi ilə topu qaytıra bilər. Qapçı çıxıb, topsuz çıxmalıdır, topsuz daxil olmalıdır oyuna. Topsuz çıxmalı, topsuz daxil olmalıdır oyuna. Qapçı. Final siqnalı var. Final siqnalı nədir? Final siqnalı budur ki, oyun bitəndə, vaxt bitəndə final siqnalı verilir. Final siqnalı. Final siqnalı verilən anda və yaxud da 7 metrəlik cərimə zərbəsi sərbəst zərbə olubsa, o zaman nə baş verir? Onda təkrar atılır 7 metrəlik və yaxud da sərbəst zərbə. Çünki bilinməlidir bunun nəticəsi. Hakim oyunu saxlaya bilməz. Top əldən çıxdısa, o bilinməlidir. Mütləq. Bir dəqiqə üzr istəyirəm. Bu qapçıya aid idi. Qapçıya icazə verilmir. Topla çıxsın, deyilənən topa toxunsun, icazə verilmir. Bu imtahan sualıdır ki, keçən il imtahana sual düşmüşdü ki, qapçıya nə icazə verilmir? Qapçıya icazə verilmir ki, topa toxunsun. Topa toxunsun. İndi qola keçək. Ümumiyyətlə, oyun başlayanda bütün hallarda hansı tərəfdən qol vurursan və yaxud da öz qapına qol vurursan, qapıcı öz qapısına qol vurur, hansı bütün hallarda outdan çıxdı, sərbəst zərbədən, qapıdan qapıya, oyun başlayanda bütün hallarda qol sayılır.
Yalnız bir halda yadda saxlayın ki, qol sayılmır. O vaxt qol sayılmır ki, qapıçı bilməyərəkdən öz qapısına qol vurdu. Tamam ki, topu tutur bilməyərəkdən də top əlindən sürüşü düşdü öz qapısına. Bu qol sayılmır. Yalnız burada bütün hallarda qol sayılır. Bütün hallarda. Oyun başlayan dedik ki, 3 sayında artıq topu əldə saxlamaq olmaz. Topu çiriyəndə bir əllə çiriyirsən, 2 əllə tuta bilərsən, bir əllə tuta bilərsən topu. Topu icazə verilmir. Tutub alasan əldən və yaxud da əlindən vurasan. Belə yox. Yeganə idman növüdür ki, handbol oyunu kontaktlı idman növüdür. Kontaktla idman oynanılır. Kontaktdır. Topu topa vurub topa vurub sala bilərsən aşağı. Əldən vurub sala bilərsən topa. Ələ vurmamalısın. Topa vurmalısan. Topa vurmalısan. Oyunçu, baxın, oyunçu əgər öz qapısına qol vursa, qol sayılır. Öz qapısına qol vurdu, qol qaldı bu sahədə. Qapıçı meydançasında. Qapıçı meydançasında. Top qaldı, onda oyun necə başlanılır? Sərbəst zərbə ilə rəqib başlayır. Sərbəst zərbə ilə. Top direğe deyil, qayıdır meydana. Onda oyun davam edir. Davam edir. Və sərbəst zərbə. Top, baxın, futbolda biz bilirik ki, müdafiə olunan komandadan top qapı xəttindən çıxsa, onda yan xəttdən başlanır, küncdən başlanır. Burada baxın, künc yoxdur. Baxın, burada künc yoxdur. Künclər yoxdur. Yoxdur künclər. Künclər yoxdur. Yoxdur. X, 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 künc yoxdur. Avtomatik künc yoxdursa, onda topu hardan başlayırlar? Yandan başlayırlar. Yan xəttdən başlayırlar. Yan xəttdən başlanır top, oyun. Künc yoxdur. Deməli, top müdafiə olunan komandadan çıxsa, müdafiə olunan komanda kimdir? Öz komanda yoldaşından çıxsa, onda yandan başlanır oyun. Yandan bir də hansı halda başlanır? Top yan xəttdən çıxdı. Sonra top hansı bir tabana dəydi. Onda nə olur? Out olur. Out zamanı mütləq topu ötürən zamanı bir ayaq xəttin üzərində olmalıdır. Mütləq bir ayaq xəttin üzərində olmalıdır. Bir ayaq xəttin üzərində olmalıdır və top oyuna daxil edilməlidir. Top oyuna daxil ediləndə hakim fiti lazım deyil. Ehtiyac yoxdur ki, hakim fit versin qıraqdan. Top oyuna daxil edir. Hakim fitsiz. Və rəqib komandanın oyunçuları da 3 metr arada məsafə saxlayırlar. 3 metr məsafə saxlayırlar. 3 metrə. Burada yadda saxlayın ki, 3 addımdır, 3 metrədir və 3 saniyədir. 3 saniyədir. Top hücum edən komandadan çıxsa, bu qapı xəttindən hücum edən komandadan çıxsa, avtomatik oyun hardan başlanılır? Qapıdan. Qapıdan. Futzalla handbol, futbol. Üçü də oxşardır. Handbol əl topudur. Əllə oynanır. Və kontaktlı idman növüdür. Kontaktlı. Kontaktlı oldusa cərimə falan yoxdur. Cərimə atışı, cərimə vuruşu yoxdur. Kontaktlı idman növüdür. Topu atan zamanı, baxın, top idmançıdadır. Topu atan zamanı bu 6 metrlik zonaya tullanıb keçməlisən. Hava atışı ilə qol vura bilərsən. Hava atışı ilə. Tullanıb vurmalısan. Tapdalaya bilmərsən. Top əlində bu xətti sən tapdalaya bilmərsən. Hava atışı ilə tullanıb vurmalısan qolu. Hava atışı ilə. Mütləq hava atışı ilə. Əgər qoydun bu xəttin buradan, tullanıb qol vurursan. Əgər sən hücumçu topla bu xətti tapdaladınsa, keçdinsə, o zaman
Oyun necə başlanılır? Qapıdan başlanılır. Qapı zərbəsi ilə başlanılır. Qapı atışı ilə. Amma müdafiəçi tapdalasa bu xətti, onda sərbəst zərbə ilə rəqib başlayır. Amma sən topu ötürdün, ondan sonra buna daxil ola bilərsən. Topsuz. Topsuz daxil ola bilərsən, amma topla yox. Topla hücum edən komanda onun üçün daxil olsa qapı zərbəsi ilə başlanılır. Amma müdafiə olunan etsə, onda hardan başlanılır? Başlanılır deməli sərbəst zərbə ilə. Sərbəst zərbə ilə. 7 metrəliyə keçək. Ümumiyyətlə 7 metrəlik nə vaxt təyin edilir? Bu 7 metrəliyin həddidir. 7 metrəlik cərimə zərbəsi atışı. Və bu da qapıçı qapıdan 4 metrədən artıq çıxa bilməz. 4 metrədən artıq. Onun işarəsini bildirir. Və topdan da neçə metrə arada durmalıdır? 3 metrə. 3 metrə. 7 metrəlik nə vaxt olur? O vaxt olur ki, oyunçu tullanıb 7 metrəlik vurmaq istəyir, qol vurmaq istəyir və kənar şəxs və yaxud da müdafiə olan komanda oyunçuları müdaxilə etdi. İmkan vermədi ki, bu qol olsun. Kənardan fit oldu, 100% qola imkan vermədilər. Onda nə olur? 7 metrəlik cərimə atışı. Dedik, 7 metrəlik cərimə atışında mütləq yadda saxlayın ki, 100% qol edilən zaman imkan verilməyib. Deyək, tutalım ki, vuran zamanı, qol vuran zamanı müdaxilə etdi kimsə. Onda 7 metrəlik cərimə zərbəsi təyin edilir. 7 metrəlik. 7 metrəlik. Bir də 7 metrəlik nə vaxt təyin edilir? Bunu deyim, siz bilin 7 metrəlik ilə bağlı. Əgər oyunun vaxtından bitməyinə, deyək, 30 saniyədən aşağı qalıbsan, 30 saniyə, deyək, 20 saniyə qalıb. Onda mən tutalım ki, top məndədir, hücumçuyam. Müdafiəçi mənə qarşı hansısa bir qayda pozuntusu etdi. Və yaxud da top altı çıxır, imkan vermir mənə topu daxil edim oyuna. Onda 30 saniyə qaldı bitməyin oyununa. Bunu yadda saxlayın ki. O zaman kim qayda pozuntusu pozursa, o idmançıya qırmızı kart göstərilir və həmin oyunçu da 7 metrlik cərimə zərbəsini vurur. Bir daha təkrar edirəm. Oyunun vaxtına 30 saniyədən az qalıbsa və hansı bir qayda pozuntusu pozulubsa, imkan verilməyib, qol vurulsun, onda nə olur? 7 metrəlik cərimə zərbəsi və qırmızı kart göstərilir oyunçuya. Oyuncu xaric edilir, diskvalifikasiya edilir oyundan. Bu 7 metrəlikdədir. 7 metrəlik vurulan zamanı mütləq hakim işarət olur və hakim 1-3 saniyə ərzində topu 7 metrəlik vurmalısan. Mütləq həmişə yadda saxlayın ki, hakim fiti nə vaxt olur? 7 metrəlikdə 3 saniyə müddətində olmalıdır. Sonra oyun başlayanda 3 saniyə və hakim fit olmalıdır. Bu qaydada. Sərbəst zərbədə nə vaxt olur? Hakim fiti 3 saniyə. Baxın, sərbəst zərbədə hansı bir qayda pozuntusundan sonra deyək, time-out götürülür. Ondan sonra time-outdan sonra oyun başlanılır, bəli, hakim fiti ilə və 3 saniyədən artıq top oyuna daxil edilməlidir, əldə saxlanılmalıdır. İndi keçək time-outlara. Ümumiyyətlə, time-outlar nə vaxt verilir? Baxın, time-out o vaxt verilir ki, 2 dəqiqəli uzaqlaşdırmada baş verilirsə, hansı bir qayda pozuntusunda, hakimlər öz aralarında məsləhətləşində
Onda time-out verilir. Time-outlar burada necədir? Bunu bilək, bir neçə üsul var bu time-outun yadda saxlanır. Baxın, birinci hissədə bir time-out götürmək olur. 1 dəqiqə. 1 dəqiqə. İkinci hissədə, baxın, bu 30 dəqiqədə, birinci hissə 30 dəqiqə. İkinci hissəyə keçirir 31, 32, 33, 35. Bir dəfədə burada götürdüm. Yəni 55-ci dəqiqəyə kimi. 55-ci dəqiqəyə kimi bir time-outda götürdüyünüzsə ikinci hissədə, onda 55 dəqiqədən sonra bir time-out götürə bilərsən. Yox, sən əgər birinci hissədə bir dəqiqəlik time-out götürdün, ikinci hissədə 55-ci dəqiqədən sonra bir time-out götürə bilərsən. Baxın, maksimum 3 time-out götürmək olur. Nə vaxt? 55-ci dəqiqəyə kimi sən birinci hissədə və yaxud da ikinci hissədə time-out götürmüsənsə, onda 55-ci dəqiqədən sonra bir time-out götürə bilərsən. Yox, sən 55-ci dəqiqəyə kimi ikinci hissədə time-out götürməmisənsə, ondan sonra bir time-out götürə bilərsən. Bir time-out. Və time-outların müddəti dediyi 1 dəqiqə olur. Time-outların müddəti 1 dəqiqədir. Yox, sən bu deyək birinci hissədə time-out götürməmisənsə, ikinci hissədə də 55-ci dəqiqə kimi birini götürmüsənsə, ondan sonra birini götürə bilərsən. Yadda saxlayın ki, maksimum 3 time-out götürmək olur. 3 time-out. 3. Burada qayda pozuntuları necə olur? Sarı kart. Birinci xəbərdarlıq. Bir idmansıya bir dəfə xəbərdarlıq edilir. Bir sarı kart verilir. Bir dəfə. Bir dəfə sarı kart. Bir dəfə sarı kart. Baxın, bir dəfə sarı kart. Bir dəfə sarı kart. Sonra bir dəfə sarı kart verildi. Növbəti qayda pozuntusu pozdusa, onda 2 dəqiqəli uzaqlaşdırmadır. 2 dəqiqəli uzaqlaşdırma. Və komanda azlıqda oynayır. Sonra qayıdıb gəlir, yenə qayda pozuntusu pozulsa, yenə 2 dəqiqəli uzaqlaşdırmadır. Bundan sonra yenə qayıdıb gəlir, yenə qayıdıb gəldisə, yenə qayda pozuntusu pozulsa, o zaman qırmızı kart və komanda 2 dəqiqəli azlıqda oynayır. Oyunçu bir dəfə sarı kart göstərilir və 3 dəfədə 2 dəqiqəlikdə oyundan kənarlaşdırılır. Və komanda həmin oyuncu da qırmızı kart alıb uzaqlaşır. Diskvalifikasiya edilir. 2 dəqiqəlik cəza nə vaxt verilir? Burada qara kart yoxdur. Yox. O vaxt verilir ki, 2 dəqiqəlik. Tutalım ki, topu vurur, deyək başına oyunçunun və yaxud da sinəsinə, gəlir sinəsinə toqquşur, vurur sinəsinə və yaxud da bu oyundan vurur. O zaman 2 dəqiqəlik uzaqlaşdırma baş verir. İndi keçək komandaya. Komanda 3 sarı kart aldısa, 3 sarı kart. Deməli, baxın, 3 oyuncu hərəsi sarı kart alsa, onda o yazılır hamısı komandaya. Komanda 3 sarı alsa, növbəti qayda pozuntusu edilən zamanı nə olur? Növbəti qayda pozuntusunda o zaman komanda həmin oyuncu 2 dəqiqəli uzaqlaşdırılır. 2 dəqiqəli uzaqlaşdırılır. 3 sarı kartdan sonra komanda növbəti oyuncusu qayda pozuntusu pozsa 2 dəqiqəli uzaqlaşdırılır. 2 dəqiqəli.
Əvəz edilmə. Dedik ki, əvəz edilmə hakimin icazəsi olmadan əvəz edilə bilər. Bu sahənin də uzunluğu 4 metrə yarımdır. Oyunçu çıxmalıdır, digər oyunçu daxil olmalıdır. Digər bu oyunçu çıxmamış, bu oyunçu daxil olsa, həmin oyunçu 2 dəqiqəlik uzaqlaşdırılır. Və sərbəst zərbi ilə rəqib komanda oyunu başlayır. Sərbəst zərbi ilə. Yox, əgər yenə 2 dəqiqəlik qayda pozuntusu vaxt bitməmiş, daxil oldu. Yenə 2 dəqiqəlik uzaqlaşdırma baş verir. 2 dəqiqəlik. Zərmə zərbəsi burada yoxdur. Var burada 7 metrəlik. Bir daha deyirəm. Baxın, burada 4 metrə yarım zonadır. Oyuncu çıxmalıdır, digər oyuncu daxil olmalıdır. Mən çıxmalıyam, tutalım ki, Anar müəllim daxil olmalıdır. Əgər mən çıxmamış Anar müəllim daxil olsa, onda 2 dəqiqələ uzaqlaşdırılır Anar müəllim ki, sən qaydanı pozdun. O digər oyuncu çıxmamış, Anar müəllim daxil oldu. Qayda pozuldu. Onda 2 dəqiqəlik Anar müəllim uzaqlaşdırılır. Anar müəllim 2 dəqiqə bitməmiş, 1 dəqiqə müddətində yenə o oyuncu qayda pozuntusu pozur. Yenə daxil olur əvəz edilməyə. Onda yenə 2 dəqiqəlik Anar müəllim uzaqlaşdırılır. Və rəqib komanda da sərbəst zərbi ilə oyun başlayır. Rəqib komanda sərbəst zərbi ilə. İki dəqiqə uzaqlaşdırdısa, 2 dəqiqəni gözləyir, sonra daxil olur. 2 dəqiqə gözləyir, sonra daxil olur. Lənc oyun var burada. Lənc oyun nə deməkdir? Lənc oyun budur ki, vaxtı uzadır, lənc oynayır, aktivlik göstərmir, fəallıq göstərmir, oyunu başlayanda uzadır vaxtı. Onda bu adlanır lənc oyun. Yox, hakim icazəsi lazım deyil. Deməli, əvəz edilmədə hakim icazəsi ehtiyac yoxdur. Lənc oyunu olanda birinci xəbərdarlıq edilir. 90 dərəcə qol 3-1-ə xəbərdarlıq edilir ki, lənc oyundur. Əgər növbəti dəfə yenə eyni qaydada pozulsa, lənc oyunu oynanılsa, o zaman hakim belə bir işarə göstərdir ki, lənc oyundur. Lənc oyuna görə deyilir ki, 4 ötürmədən artıq olmamalıdır. Tutalım ki, 4 ötürmə nədir? Mən ötürürəm Rəqsanə xanıma, Rəqsanə xanım Ruhiyyə xanıma, Ruhiyyə xanım Rəhman müəllimə. Rəhman müəllim isə ötürməlidir kimə? Deməli, ötürməlidir qapıya. Topu qapıya ötürməlidir. Və top qapıya vurulmalıdır. Əgər 5 ötürmə oldusa, o zaman nə baş verir? Sərbəst zərbi ilə rəqib oyunu başlayır. Sərbəst zərbə. Sərbəst zərbə. Beşinci ötürmə baş verirsə, sərbəst zərbi ilə rəqib oyunu başlayır. Deməli, 4 ötürmədən artıq olmamalıdır. 5-də sərbəst zərbə təyin edilir. Lənc oyuna görə. Bu oyunda 4 şəxsi heyət var. Ki, onlar şəxsi heyətdir. Onlar kimlərdir? Məşqçi köməkçisi, sonra var burada masajist və həkim. Onlar meydançaya daxil ola bilməzlər. Əgər onlarda kimsə hansısa biri qayda pozsa, onlara bir dəfə 2 dəqiqəlik uzaqlaşdırılır. Həmin o şəxs nümayəndə, şəxsi nümayəndə və ikinci dəfə həmin şəxsi nümayəndə yeni qayda pozulsa, onda qırmızı kart və diskvalifikasiya edilir. Burada var göy kart. Göy kart nədir? Göy kart o deməkdir ki, aqressiv oynanır. Bax, gəlir, vurdu, bilərəkən, çiyin vurdu, bilərəkən topu yerə çırpır. Nədir? Bu aqressiv oyundur. Onda ona göy kart göstərilir və oyuncu və raportda yazılır. Göy kart və raportda yazılır. Ki, bir neçə il bir oyunu buraxmalıdır da, raport yazılırsa, biraz çətindir. Bir neçə oyunu buraxmalıdır, raport yazılır. Göy kart göstərilsə, raport yazılır.
Qapçı, baxın, 7 metrli vurulan zamanı dediyimiz kimi qapçı əgər 4 metrlik keçdirsə, onda nə baş verir? Bu məsafəni saxlamadısa, zərbə təkrar edilir. Zərbə təkrar edilir. Və yenidən qapçıya xəbərdarlıq edilir. Zərbə təkrar edilir və qapçıya xəbərdarlıq olunur qapçı. Çünki o məsafəni saxlamayıb qapçı. 7 metrlik vurulan zamanı dediyimiz kimi baxın 4 metrə məsafə saxlamalıdır. Sonra qapçı topu ötürən zamanı. Baxın, qapçı topu ötürür, bu 6 metrlik zona xətti tapdalaya bilər, amma keçməməlidir. Tapdalaya bilər, amma keçməməlidir bu xətti. İndi keçək sərbəstə 9 metrəliyə. Baxın. Əgər bu 6 metrəlik ilə bu 9 metrəlik arasında qayda pozulubsa, o zaman nə baş verir? 9 metrəlik sərbəst zərbə vurulur və müdafiə olan komanda burada düzülür, bu xəttin üzərində və 9 metrəlik sərbəst zərbə vurulur. Dediyimiz kimi 6 ilə 9 arası qayda pozuntusu baş verirsə burada nə baş verir? 9 metrlik sərbəst zərbə. 9 metrlik sərbəst zərbə təyin edilir. 9 metrlik sərbəst zərbədə qol vurulur. Atış atılır. Ümumiyyətlə. Bu oldu 9 metrlikdən. Qapçı çıxıb oynaya bilər. Sonra baxın, time-out götürüləndə də top ölü vəziyyətdə olmalı ki, time-out götürülsün. Time-out götürülən zaman. Dediyimiz kimi nə vaxt olur? 2 dəqiqəlik uzaqlaşdırmada, diskvalifikasiyada, hakimlər öz aralarında məsləhətləşində o zaman nə olur? Time-out verilir. 1 dəqiqə müddətində. Qapçı çıxır, baxın, çıxır, oynayır və əlində topdur. Və hücum edən komanda oyunçusu ilə toqquşursa, qapçıya qırmızı kart göstərilir. Toqquşmamalıdır. Qapçı qayda pozuntusu pozmamalıdır hücum edən komanda ilə bir yerdə. Pozdusa, onda nə olur? Qırmızı kart. Oyuncu, qapçı diskvalifikasiya edilir. Oyuncu, tutalım ki, deyək, hücum edən komanda, oyuncu müdafiə edən komanda oyuncusuna deyək, başına, üzünə topu vurdu və dəydi üzünə. Onda nə baş verir? Onda 2 dəqiqəli uzaqlaşdırılma. 2 dəqiqəli. Və yaxud da 7 metrəlik vurulan zamanı qapçı gəlib qapçının başına top dəyir. Dəyir başına və qapçı başını tərpətməyən zamanı top gəlir başına dəyir. Onda həmin oyuncu diskvalifikasiya edilir. Çünki olmaz. Hakim. Oyunu ümumiyyətlə 4 hakim idarə edir. 2 meydan hakimidir. 2 masa hakimidir. Masa hakimi kimdir? Xronometristdir. Bir də katibdir. Katibdir. Baxın, bu bizdə oldu, deməli, handball.